Bəzən görürsən bizdə də soruşurlar, hardasa bizi daha çox Qarabazaq təşkilatı kimi tanıyırlar. Hardasa mənim adım gələndə mənə də çox xəbər gəlib çatır, deyirlər ki, hə, Qarabazaq təşkilatı. Yəni Qarabazaq təşkilatı Azərbaycanda ictimai həyata daxil olan, hərəkətə daxil, tarixə daxil olan bir hadisə oldu. İndi də bizim jurnalist dostlarımız bu istiqamətdə işləyirlər. Müəyyən deyək ki, obyektiv, subyektiv amillərin təsiri oldu. Qarabazaq təşkilatının tarixini yazmağa cəhd göstərilir. Yəni mən də bilməndə olan məlumatları verirəm, başqa tədqiqat işləri aparılır. Yəqin ki, bir ilə il yarıma, yəqin ki, nədə bir kitab hazırlanacaq. Ona görə hazırlayır ki, həm tarixdir, çox əhatəli bir tarix oldu, mübarizə yolu oldu. Ona bağlı insanların gələcək nəsillərin məlumatları olsun. Amma həm də ona görə yazılır ki, bəziləri ortaya çıxıb deyirlər ki, Qarabazaq təşkilatını biz yaratmışdır. Akif Xanımız biz gətirmişdik orada sədrliyə. Böyle ağla sığmaz fantastik şeyler danışırlar. Sabahlarında kimsə tədqiqatçı qəzetləri araşdıranda, nə bilim, harasa sosial şəbəkələrə baxanda deyəcəklər ki, bunlar belə deyirlər. Görənlər ona görə həqiqi tarix ortada olmalıdır ki, gələcəkdə o tarixi ən azından saxtalaşdırmasın. Amma saxtalaşdırmaq cəhləl olur da həmişə. İstər-istəməz tarixdir. Sonunda nəysə seçilir, ələnir, düzgün məlumat ortada qalır. Yəni Qarabazaq təşkilatı Azərbaycan tarixində böyük bir hadisə oldu. Yəni bununla mən həm də Qarabazaq təşkilatının üzvlərinə müraciət edirəm. Onların böyük bir hissəsi bugün Azad Vətən Partiyasındadır. Amma olmayanlar da var, yaşlaşanlar da var, kənara çəkilənlər də var. Hər şeydən əvvəl dünyasını dəyişənləri mən xatırlamaq istəyirəm ki, çox böyük şəxsiyyətlər Qarabazaq təşkilatının rəhbərliyində idi. Yəni Famil Mehdi burada idi, Bəxtiyar Cavadov burada idi, Mithat Abbasov, Abbas Abdullah, Baş nazir Rəhim Hüseynov, Fərdə xanım Əskərova uzun müddət əvəz olunmaz Qarabazaq təşkilatının Qadınlar Şurasının sədri idi. Yəni bu insanlar dünyasını dəyişiblər. Onlara Allah rəhmət eləsin. Çox böyük, Topçu Xəlil. Yəni kimsə ola bilər fikrindən çıxır Azərbaycanın ən tanınmış adamları, ziyalıları burada təmsil olunurdular rəhbərlikdə. Generallarımız burada təmsil olunurdu, Dadaş Rızayev təmsil olunurdu burada. Hacəddin Mehdiyev Sardallı Universitetində, İsa Sadıqov burada təmsil olunurdu. Yəni çox böyük bir dini xadimləri vardı, tanınmış din xadimləri təmsil olunurdu burada. Yəni böyük insanlar, yəni həm adına sanına görə, eyni zamanda fəaliyyətinə və Qarabazaq təşkilatında fədakarlığına görə mən böyük insanlar deyirəm ki, gənclərimiz vardı, bu günlər görürsən, onlar da yaşlaşdılar, hərdən qırağa çəkirlər, deyirlər. Manaf bəy idi, Mürsəl bəy idi, Örşən bəy idi, İlkin bəy idi, Araz bəy idi. Araz bəy 2-ci Qarabağ müharibəsində çox böyük təkidlə yaşlı xeyli keçmişdi. Qarabağ müharibəsinin, 2-ci Qarabağ müharibəsinə qatıldı və Şuşada yaralandı, Şuşa Fatihi adını da aldı. Yəni, bax, belə gənclərimiz də oldu. Çoxlu sayda Şüküran bəy. Yəni, Qarabazaq təşkilatı bu günlər deyək ki, əfsanələr içərisində Barat bəydir, Novuz bəydir, Ceyhun bəydir, Tacəddin bəy biraz sonradan qoşulmuşdu. Çoxlu sayda bu cür insanlar, bugün yaşayan Şahin Rüstəmov, Şahin Tağıyev, Azərbaycanın milli qəhrəmanı, bu yaxınlarda bilirsiniz də, dünyasını dəyişdi, İsveçdə, mühacirətdə yaşayırdı. Maşallah Abdullayev milli qəhrəman, Məhəmməd Həsənov milli qəhrəman, Qarabazaq təşkilatının yerli şöbələri, Goranboy şöbəsinin rəhbərləri idilər. Yəni, bax, Qarabazaq təşkilatı gözümüzün qarşısına lent kimi gəlir, keçirdi, kimlərin sadiq fikrindən çıxdısa, Firuzə xanım, deyək ki, Arzu xanım, yəni çox mehriban xanım, çox tanınmış, gözəl insanlar, Qarabazaq təşkilatının çox fəal qadınları vardı. Saf, təmiz, ziyalı qadınlar vardı, amma həm də mübariz insanlar, Gültəkin xanım Qarabağ böyücüsü və digərləri. Yəni, adları çəkdim, qalsın bu da bir tarix üçün, kimlərsə yadına fikrindən çıxdısa, yəni, bu günləri artıq 90 yaşını, 95 yaşını keçən Yusuf müəllim Səmədov, 90 yaşına yaxınlasan Şahmar müəllim, yəni onların ad günləri xüsusi bir qeydiyə keçir. Əhəd müəllim professor, İxtiyar müəllim, İxtiyar Bəxtiyarlı, böyük alimimiz. Yəni, bu insanlar Qarabazaq təşkilatında çox böyük döyüşən bir yol keçiblər. Allah hamısını sağlığın, canı sağ eləsin, dünyasını dəyişənlərə Allah rəhmət eləsin ki, həm ruhları şad olsun, bugünkü yaşayan insanlarımız da özləri şad olsunlar ki, Qarabağımız işğaldan azad olun. Yəni, Qarabazaq təşkilatına ən böyük abidə
Qarabağın azadlığıdır. Azad Qarabağ abidəsidir. Yəni bu azadlıq əldə olunursa, elə bu bizim üçün ən böyük abidədir. Ürəyimizdə insanların, bütün dünyadakı Azərbaycanlıların ürəyində yaşayan bir abidədir. Eşq olsun.